Trigonometrik tənliyin ən kiçik müsbət kökü neçə dərəcədir? Burada 2 kosinus kvadrat 5x və kosinus 10x var. Əgər biz kosinus, yəni 10x-in açılışını yazsaq, kosinus 10x bərabərdir 2 kosinus kvadrat 5x çıxılsın 1. Deməli, burada sağdan və soldan 1 çıxsaq, elə kosinus 10x-i kosinus kvadrat 5x əvəz etmiş ola bilərik. Yəni 2 vurulsun kosinus kvadrat 5x çıxılsın 1 bərabərdir kosinus 10x üstə gəlilsin sinus 5x çıxılsın 1. Hər tərəfdən 1 çıxdı. Bu hissə bizə kosinus 10x verir, onlar islah gedir. Qalır sinus 5x bərabərdir 1-ə. Yəni çıxılsın 1 0-a bərabər olduğu üçün sinus 5x bərabərdir 1 alınır. Buradan 5x bərabərdir sinus 1-i 90 dərəcədə alır. 90 dərəcə üstə gəlir 180k da yaza bilərsiniz. Bizdən ən kiçik müsbət kökü tələb olunur. Ona görə x bərabərdir 90-da bölsək 5-ə, x bərabərdir 18 dərəcə alarıq.